Mübariz müəllim Ağamalılar kənd tam orta məktəbində rus dilindən dərs deyir. Zərdabdan gəlir və bu məktəbə gəlmək üçün hər gün Kür çayını qayıqla keçir və bu məktəbə gəlir. Bu da bizim imişli şəhidlərimiz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mübariz müəllim, indi biz məktəbdən çıxdıq, gedirik Kürün qırağına, haradan ki siz qayıqla evdən gəlirsiniz, oradan keçirsiniz, məktəbə gəlirsiniz, məktəbdən də bura gəlirsiniz. Məktəbdən gəldiniz, piyada bu yolla belə gəldiniz. Buradan keçib gedirsiniz artıq Kürə. Gedək. Gəlin, gəlin. Nasib bəli, siz də gəlin. Buradan belə gedirik Kürə. Cığırı siz salmışsınız. Mübariz müəllimin cığırı. Bu belə meşə kimi yerdən keçib gedirsiniz, eləmi? Bu qorxmursunuz, burada bir canavar olar, nə bilim, nəsə bir... Diqqətli olur adam. Gəlib gəmini bura bağlayırsınız. Budur sizin gəminiz. İndi kürdaşmışdı, biraz da yağış yağmur idi. Gəl düşək sizin gəminizdə. Ehtiyatlı olun biraz. Ay. Bulaşıqdır. Düşürəm buradan, gəmini açıram, keçirəm bax o bürücə. Ləkən salmışam buradan. Salam əleyküm. Aleyküm, hoş gelmişsiniz. Təşəkkür edirəm, xoş gördük. İmişlidən Zərdaba salamlar. Oy, beləcə miniksiz. İndi buradan bura gəlmək də çətindir. Valla gəlin mən sizə kömək eləyim, çıxın buradan. Nazım müəllim maşallah üzə bilirsən tam ürəklidir. Mən üzə bilirəm. Və mənə belə gəlir ki, sizin bu fədakarlığınıza görə mən bunu göndərəcəm Təhsil Nazirliyinə də. Orada da gözəl insanlar işləyir. Və mən düşünürəm ki, məsələn, buna görə sizə nəsə nəzərdə tuta bilərlər və tutmalıdırlar. Həqiqətən, yəni bir müəllimin fədakarlığını qiymətləndirmək gözəl olar. 33 ildir Kürü öz düzəltdiyiniz qayıqla keçib bu əziyyətlə buradan piyada gedirsiniz Ağamallar kənd orta məktəbinə, sonra da qayıdırsınız buradan da keçib yenə də piyada evinizə. Bu fədakarlığı hər kəs edə bilməz və buna gücü çatmaz. Mən də bunu yadımda saxlayacağım. Bir deputat kimi mən də bunu edəcəm. Çox sağ olun zəhmətinizə, əməyinizə görə. Təşəkkür edirəm.